Bakı-Ələt-Qazax magistral avtomobil yolunun Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin xilasediciləri cəlb ediliblər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Mercedes Atigo markalı yük avtomobilinin Şakman markalı yük avtomobili ilə toqquşması nəticəsində qəza baş verib və Mercedes Atigo markalı yük avtomobilində vətəndaşlar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıblar. Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə 1972-ci il təvəllüdlü Namiq Xalidoğlu Məmmədov və 2000-ci il təvəllüdlü Emil Ramizoğlu Babaşovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.